Özünü tapma hekayələri çox zaman yol ilə metafor olunur. Obraz kitab başlayanda bir yola çıxır və həmin yolda ona öyrədilmiş doğrunu, yanlışı itirir ilk öncə. Daha sonra öz doğrusunu, öz yanlışını, ona uyğun olan bilikləri tapmağa başlayır. Bütün bu proses yolda qarşılaşdığı hadisələr, fərqli tipli insanlar, o insanların düşüncələri, başına gələn əhvalatları paylaşdıqca bunlarla birlikdə formalaşır. Çıxdığı yerə qayıtsa da artıq eyni şəkildə qayıtmır, tamam fərqli bir insan olaraq qayıdır və özünü tapmış olur. Öz doğrularını, öz həyat yolunu tapmış olur. Bu əsasda 3 kitab tövsiyəsi edəcəm sizə. Birincisi çox insanın oxuduğunu düşündüyüm Paulo Coelho'nun Kimyager kitabıdır. İkincisi çox adamda görmədiyim oxuduğu Walter'ın Candid və yaxud da Optimizm kitabıdır və üçüncüsü də Herman Hesse'dən Siddharthadır. Bu üç mətndə hansı yaşda oxuyursunuzsa oxuyun, hansı inanca sahib olursunuzsa olun, mütləq şəkildə içinizdən nə isə tapa biləcəyiniz, sizə nəyisə öyrədən, həyatınızın həmin dövründə sizə nə isə xatırladan kitablar olacaqdır. Siz bu tipli başqa hansı kitabları bilirsinizsə, şərhlərdə yazmağı unutmayın.